Azərbaycan uzun illərdir ki, enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı töhfə verən ölkə kimi tanınır. Ənənəvi enerji resursları sahəsində qazandığımız təcrübə və formalaşdırdığımız infrastruktur bugün yeni əməkdaşlıq imkanları yaradır. Bugün Azərbaycan qazını alan ölkələrin sayı artıq 16-ya çatıb. Bununla da Azərbaycan boru kəmərləri ilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada ilk sıralarda qərarlaşmışdır. Lakin bizim enerji siyasətimiz yalnız karbohidrogen resursları ilə məhdudlaşmır. Azərbaycan hazırda yaşıl enerji gündəliyini fəal şəkildə təşviq edir, bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi önəm verir. Azərbaycan eyni zamanda Özbəkistan və Qazaxıstanın bərpa olunan enerji potensiallarından faydalanmaqla regionda əlaqələrin inkişafı əməkdaşlığımızın əsas istiqamətlərindən biridir. Bu baxımdan Qırğızstanın Avropaya yaşıl enerjinin ixracı üzrə əməkdaşlıqla qoşulma niyyətini alqışlayırıq.